Salam axşamınız xeyir olsun. Günəş TV'yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Əhvazda hicabsızlığa görə 16 iş yerinin fəaliyyətinə qadağa qoyuldu. Həbsxanalarda yenidən aclıq eyləmi keçirilir. Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır Qazaxıstan prezidentindən açıqlama. Ermənistan Azərbaycan prezidentinin bəyanatını alqışlayır. Baxçalı Şimali Kipr parlamentini Türkiyəyə birləşməklə bağlı səs verməyə çağırdı. İndi isə daha ətraflı. İranın Əhvaz şəhərində məcburi hicab qaydalarının pozulduğu səbəbindən 11 iş yeri bağlanıb. Bu haqda İran televiziyası Əhvazın ictimai yerlərə nəzarət polisinin rəisi Məhəmməd Həsən Məhəmmədvəndə isnadən məlumat yayıb. Məlumata görə fəaliyyətinə qadağa qoyulan kafe və restoranlarda İslam qaydalarına zidd hərəkətlər edilib. Məhəmmədvənd iş yerlərinin bağlanmasını ictimai nizam intizamın yüksəldilməsi layihəsi çərçivəsində həyata keçirildiyini bildirib. Bugün oktyabrın 21-i səhər saatlarından başlayaraq İranın 52 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 91-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir. Qeyd edək ki, cari ilin əvvəlindən bugünə kimi İran həbsxanalarında 1175 məhbus edam edilib, onlardan 33-ü qadındır. Nobel Sülh mükafatı laureatı Maria Karina Machado İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İran təhdidləri qarşısında bu ölkəyə dəstəyini ifadə edib. Bu haqda Benyamin Netanyahunun ofisi məlumat yayıb. Məlumata görə Machado Qəzzada atəşkəs barədə razılaşmanı və girovların azad edilməsini alqışlayıb. O, İranı həm İsrail, həm də Venezuela üçün təhdid adlandırıb və baş nazir Benyamin Netanyahunun İrana qarşı tədbirlərinə görə ona təşəkkür edib. Buraxılışımız davam edir. Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bu barədə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. Qazaxıstan prezidenti qeyd edib ki, hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə olunub. Məsələn, transformatorların birgə istehsalına başlanması planlaşdırılır. Yaşayış və infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Gəmi qayırma sahəsində birgə layihələr işlənib hazırlanır. Onun sözlərinə görə hər iki ölkənin hökumətlərinə bu sahələrə nəzarət etmək və mümkün qədər tez bir zamanda sənaye sahəsində əməkdaşlığın inkişafı üçün plan və ya yol xəritəsi qəbul etmək tapşırılıb. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını şərh edib. Belə ki, Ermənistan Respublikası Azərbaycan prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır. Bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh üçün mühüm əhəmiyyət kəsb edir deyə o qeyd edib. Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyəyə birləşməlidir. Bu barədə MHP sədri Dövlət Baxçalı bildirib. O, Şimali Kipr Türk Cümhuriyyətinin parlamentini təcili olaraq Türkiyə Cümhuriyyətinin tərkibinə qatılması ilə bağlı səs verməyə çağırıb. Şimali Kipr Türk Cümhuriyyətində seçkilərin nəticələri çox aşağı seçici fəallığı ilə əldə edilib. Seçkilərin nəticələri artıq elan edilmiş olsa belə parlament dərhal toplanmalı, seçkilərin nəticələrini federal dövlətə qayıtmağı qəbul edilməz elan etməli və Türkiyəyə birləşməyə qərar verməlidir. Bu məsələnin demokratik hüquqlarla heç bir əlaqəsi yoxdur deyə MHP lideri vurğulayıb. Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri Tufan Ərhurman qalib gəlib, o Kipr məsələsində iki icmalı federasiya modelini dəstəkləyir. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.